AI vasitəsilə ipoteka və kredit kalkulatorunu qurdum. Yəqin ki, kredit kalkulatorlarını bir çoxlarınız görmüsünüz. Demək olar ki, hər bankın səhifəsində onları tapmaq olur. Bəs qurduğum sistemin onlardan fərqi nədədir? Əgər o biri kalkulatorlar yalnız aylıq ödənişinizin nə qədər olacağı barədə məlumat verirsə, məhz bu kalkulator sizə erkən ödəniş etdiyiniz zaman nə qədər qənaət edə biləcəyinizi də göstərir. Məsələn, 100.000 manatlıq ipotekada hər ay sadəcə 104 manat əlavə ödəməklə kredit müddətini 25 ildən 18 ilə sala bilərsiniz. Yəni, ayda cəmi 104 manat fərqlə düz 7 il qazanırsınız. Açığı, mən bu kalkulatoru biraz da özüm üçün qurmuşam. Çünki kreditdə ən təhlükəli şey odur ki, sən aylıq ödənişi görürsən, amma illərlə itirdiyin pulu hiss etmirsən. Və Azərbaycan dilində belə tool, belə bir alət ümumiyyətlə heç yox idi. İstəyirsinizsə, kalk.ac saytında öz rəqəmlərinizlə bunu yoxlaya bilərsiniz. Növbəti videolarda bunu necə qurduğumu da göstərəcəm.